Salam dostlar, hər vaxtınız xeyir olsun. Ayvazoğlu TV efirdədir. Sizinlə mən Şahəddin Elxan Mayloğlu. Bəyənin, paylaşın, ətrafa səs salın ki, Ayvazoğlu efirdədir. Yığışın, gəlin, görək nə edirik. Dostlar, düzünü deyim ki, bugün mənim söhbətim başqa günlərdəki olan söhbətlərdən fərqlənməyəcək. Sadəcə bugün biraz da daha dəqiq desək, Tərtər məsələsində təltif olunanlardan söhbət gedəcək və bəzi dostların bu məsələyə düzgün yanaşmaması, düzünü deyim ki, biraz məni ağrıdır. Necə ağrıdır deyim sizə. Deməli, bu günlərdə həm Facebookda, ümumiyyətlə TikTokda, sosial şəbəkələrdə Xanlar Vəliyevə, Baş prokuror Xanlar Vəliyevə birinci dərəcəli vətənə xidmətə görə ordeninin verilməsi ilə bağlı qınaqlar filanlar var. Əslində, düzünü deyim ki, mən bu qınaqları eləyənləri qınadım. Siz nə istəyirsiniz, nə demək istəyirsiniz? Yəni, demək istəyirsiniz ki, Prezident İlham Əliyev Xanlar Vəliyevi 70 illiyi münasibəti ilə ən azından balaca bir medalla təltif eləməməli idi. Yəni, bir səngərdə olduğu adam. Xanlar Vəliyev İlham Əliyevin silahdaşıdır. İlham Əliyevin ən sədaqətli nökərlərindən biridir. Deyirsiniz ki, onu təbrik eləməsinmi? Yəni, o birisi, xanların o birisi həmkarlarına da işarə versin ki, baxın, xanlar törətdiyi cinayətlərə görə mən onu təltif eləmirəm. Siz də eləməyin. Bu sadəcə olaraq absurddur dostlar. Biz hamımız gözəl bilirik. Gözəl bilirik ki, Xanlar Vəliyev İlham Əliyevin və deyək ki, bugün yeritdiyi siyasətin əsas onurğasıdır. Yəni, Xanlar Vəliyev İlham Əliyevin eləmək istədiklərinin 70%-ni Xanlar Vəliyev həyata keçirir. Xanlar Vəliyev və onun bandası. Bəs nə etməli idi? Bu gözəl bilir. Gözəl bilir ki, Xanlar Vəliyevin cinayəti artdıqca, yenidən cinayətlər elədikcə və bunun qiymətini almadıqca o daha böyük cinayətlərə əl atır. Ona görə ki, o bilir ki, bu onun prezidentinin xoşuna gəlir və o hakimiyyətdədir. Və o gözəl bilir ki, onu satmaq olmaz. Yəni, onu satsa, bunun boğazını üzərlər. Quş boğazı kimi. Yəni, o nöqteyi nəzərdən. Yəni, İlham Əliyev təbii məsələdir. Bəs kimi təltif eləməlidir? Bəlkə Tərtər cinayətində zərər çəkənləri, Xanlar Vəliyevin əks tərəfində dayananları təltif eləməli idi. Ki, sabahda bir balaca o an band olan kimi İlham Əliyevin boğazını üssünlər. Yox, dostlar. Elə şey olmur. Baxın. İlham Əliyev buradan Xanlar Vəliyevi birinci dərəcəli vətənə xidmətə görə medalı ilə təltif edir ki, yəni sən mənim. İlham Əliyev özünü vətən sayır. Fikirləşir ki, Azərbaycanda vətən də İlham Əliyevdir, millət də İlham Əliyevdir və onun ətrafında olan adamlardır. Qalan insanlar insan deyirlər. Yəni, itin qiyməti var, onların qiyməti yoxdur. Bunu biz hamımız gözəl bilirik ki, İlham Əliyev hər zaman deyir ki, Azərbaycanda iqtisadi inkişaf var filan, yəni insanların yaşayış səviyyəsi, işsizliyin səviyyəsi 4,5%. Dostlar, İlham Əliyevin dediyindən götürsək, işsizliyin səviyyəsi 0 vəziyyətindədir. Yəni, İlham Əliyevin ətrafında olan bütün insanlar, deyək ki, öz ailəsindən tutmuş, ən uzaq qohumuna kimi hamısı işlə təmin olunub. Yəni, bunlar hər biri gözəl işləyirlər, çalışırlar, yaşayırlar yüksək dərəcədə. Hər birinin maaşı, filanı, zadı, onların aləmində minimum əmək haqqı 2000, 2500, 3000 manatdır.
Yani o nöqteyi nəzərdən İlham Əliyev bizi adam saymadığına, bizi millət saymadığına görə İlham Əliyev bu gün deyir ki, işsizliyin sayı səviyyəsi, yəni kasıblıq həddi 4,5%-dir. Məsələn, o zibillikdən çörək tapıb yeyən uşaqları, zibillikdən kuyok yığıb satan ailələri, qadınları, kişiləri insan saymır və özündən də saymır. Yəni bu hökumətdən də, yəni bu dövlətin sakini də saymır. Yəni deyək ki, bu şeydə küçə itləri, küçədə avara itlər var. O ona necə baxırsa, həmən adamlara da elə baxır. Ona görə də baxın, gəlin baxaq Xanlar Vəliyevin qohum əqrabalarına və yaxud da Elmar Vəliyevin və yaxud da deyək ki, Milli Məclisin deputatı Aqil Abbasın, Elman Nəsirovun, yəni o adi məsələn deyək ki, onun sözçüsü və yaxud da Zahid Oruc. Hamımız gözəl bilirik ki, bunlar onların minimum əmək haqqı 7-8 min manat. Yəni belə olan halda kasıblıq həddi sıfırdan da aşağı olan bir şeydir. Yəni kasıb yoxdur Azərbaycanda. Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin nəzdində İlham Əliyevin aləmində yaşayan adamlardan içində kasıb yoxdur. Yəni o nöqteyi nəzərdən hər yerdə deyir ki, Azərbaycanda deyək ki, yaşayış həddindən, filandan, hər şeydən elə gözəl danışır ki, baxın, Sahibə Qafarovya buradan Putin çağırır orada medal. İnanın mənə, Sahibə Qafarovunu heç Putin tanımır. Yəni bu Primakovu filana təbrik elədi, filan zadı. Bunlar hamısı İlham Əliyevin qurmalarıdır. Yəni İlham Əliyevin buradan çalışır ki, sübut eləməyə çalışır ki, güya ki, bunun heç nədən xəbəri yoxdur. Baxın, o hətta demək istəyir ki, baxın, Sahibə Qafarova Putinin adamıdır, mənim adamım deyil. O qoydurub onu bura. Mənim ona gücüm çatmır. Yəni fikir yaratmaq istəyir ki, bu ölkədə baş verən cinayətlərin buna dəxli yoxdur. Yəni sabahları yaxasını kənara çəkmək üçün İlham Əliyev gözəl bilir ki, hər şeyin axırı olduğu kimi bu hakimiyyətin də axırı var. Sonu var. Və bu son, məsələn, Heydər Əliyev bu sonun faciəli olmaması üçün oğlunu gətirdi. Bugün İlham Əliyev də çalışır ki, balaca Heydəri və yaxud da kimisə özündən sonra prezident qoysun ki, onu da məhv eləməsinlər. Baxın, 5-6 nəfəri deyək ki, Qarabağa köçürəndə falan, yəni 5-6 dənə yaltaq dəstəsi aparır, düzəldir orada. Başlayırlar danışmağa, tərifləməyə bunu falan. Hətta eləsi var, İlham Əliyevin əyilib dalının öpməyə hazırdır. Ekrana görsünlər. Yəqin ki, siz bunun şahidisiniz. Yumruğu, dəmir yumruğundan öpmək istəyənlər və yaxud da bu bir neçə gün bundan öncə deyən ki, bizim kəndimizdə ümumiyyətlə müxalifət yoxdur. Biz hamımız nökərik. Yəni biz hamımız Heydər Əliyev və İlham Əliyev hakimiyyətinin nökərləriyik. Bizdən necə istəsəniz o cürdə istifadə edə bilərsiniz. Yəni bu fakt bizim gözümüzün qabağındadır. Yəni bu uzaq keçmişdə 3-4 gün bundan qabaq olan məsələdir və İlham Əliyevə də bu ləzzət edir. O da biraz artırır. Yəni üstünə də biraz o qoyur ki, yəni doğrudan da görk eləsin ki, gəlin. Baxın bunlara, keçin qılıncımın altından, azından çoxundan yiyin, yaşayın. Nə fərq var sizin üçün hakimiyyətdə kimin olmağı? Onsuz da nökərsiz. Yəni o nöqteyi nəzərdən, hətta mən sizə deyim dostlar, yəni baxın, sizin yadınızdadırsa mən bizim Ayvazoğlu kanalında Cənnət Həsənov adında Gəncədən bir xanımın dediklərini çatdırırdım. Birinci dəfə o mənə məktub yazıb göndərəndə mən onu məəttəl qalmışdım. Ona görə ki, yəni bu fakt elə faktdır ki, bunu gərək nə qədər sən şərəfsiz olasan ki, insanın haqqını götürüb onun qonşusuna verəsən və heç kim də sənə bunun üstündə heç nə deməyə.
sən də car çəkəsən və o qonşu da onu çox ləyaqətsizcəsinə, şərəfsizcəsinə yeyə və hələ sənə şey eləyə ki, sənə acıq verə ki, haqqı deyirəm, yaxşı deyirəm, mənim İlham Əliyevin yanında işləyən dayım var. Əgər unutmuşsunuzsa, gəlin mən sizə o lenti göstərim, bir dənə ona qulaq asaq, görək Cənnət xanım nə deyir və necə deyir. Cənnət Niyaz qızım, Gəncə şəhər sakini. 59 yaşım var, tək yaşayıram, ailə qurmamışam. Heç kimdən köməyim yoxdur, yataqxanada yaşayıram, heç bir şəraitim yoxdur. 5 ildir ki, müraciətlərim cavabsız qalır. 5 ildir ki, şikayətlərimə baxılmır. 5 ildir ki, döymədiyim, getmədiyim məmurlar qalmayıb. Şikayətlərimə baxılmır. 2019-cu ildə mənim xəstəlik sənədlərimi mənim qonşuma pulla satdılar. Qonşuma saxta əlillik verib pensiyaya çıxartdılar. 2019-cu ildə mənim qonşumun 35 yaşı yox idi heç. Heç bir yerdə işləməmişdi. Bir ay olardı ki, dost mərkəzinə işə girmişdi. Ancaq mənim qonşuma, mənim bu Bakı Respublikanski verən əmək qabiliyyətimin olmaması xəstəlik sənədlərimlə ömürlük pensiyaya çıxartdılar. Bakı Respublikanski verən xəstəlik sənədlərimin ikinci xəstəlik sənədim. 2019-cu ildə 1-ci Visiya Prezidenti Mehriban xanım Əliyevaya müraciət etdim ki, mənə köməklik göstərsin. Mən hardan biləydim ki, məni balnisələrə göndərəcəklər xəstəxanalara. Xəstəxanalarda yatırıb mənim əmək qabiliyyətimin olmaması xəstəlik sənədimi qonşuma yazıb saxta əlillik verəcəklər. Harada müraciət eləyəndə, hansı məmurun, dövlət məmurunun qəbuluna gedəndə bildirirlər ki, get hara, kimə istəyirsən şikayət et. Bu Azərbaycan dövlətində bizim səsimizi eşidən yoxdurmu? Mehriban xanım, 2019-cu ildə müraciət elədim ki, mənə köməklik göstərilsin. Müraciət eləmədim ki, məni zulümlara, pis günlərə qoyulsun. Mehriban xanım, xəstəyəm. Beynimdə, boynumda çox sayda ocaqlar var. Minimal beyin atrofiyası xəstəsiyəm. Sol çiynimdə qrija var, sol qoluma maya yığılıb, kista var, ürəyim böyüyüb, sölə əyilib. Aldığım maaş mənim heç dərmanlarımı ödəmir. Dərmanla yaşayıram. Mənim 2019-cu ildə müraciət elədim ki, məni köməklik göstərilsin. Məni Gəncə şəhərindən Bakı şəhəri Mir Qasımov adına Respublikanski xəstəxanaya göndərdilər. Xəstəxanada yatıb müalicə olduqdan sonra əmək qabiliyyətimin olmaması xəstəlik sənədi verdilər. Ancaq qonşuma istifadə olundu. Mehriban xanım, cənab prezident, cənab baş prokuror, bu qədər də qanunsuzluq, bu qədər də özbaşınalıq olarmı? Qonşumgilə 1-ci Qarabağ qazisi gəlir. Qonşum deyir ki, mən arxamı dağa söykəmişəm. Deyir, prezident aparatında işləyən, yuxarı vəzifədə işləyən dostum var. Biz nə deyirik, o da olur. Yaxşı, bunun prezident aparatında yuxarı vəzifədə işləyən dostu varsa, bizi kimlərin haqqına girməlidir? Mənim haqqıma girməlidir. Mənim haqqımı yemək olar, bunu Allah götürər. Mənim stajımdan da şübhələnirəm. Çünki qonşumun 2019-cu ildə heç bir yerdə işləməmişdi, stajı yox idi. Ancaq əmək pensiyası kəsilər, özü də ömürlük. Qarabağ qazisi deyir ki, mənə prezident aparatından şəxsən yuxarı vəzifədə işləyən maşın təqdim edib. Demək, onda belə çıxır ki, mənim bu sənədlərimin qonşuma vurulmağında yuxarıda işləyən məmurların əli var. Çünki 5 ildir döymədiyim qapılar, getmədiyim məmurların qapıları, getmədiyim yerlər qalmadı. Heç bir cavab belə verilmədi. Bu Azərbaycan ölkəsində bu qədərmi qanunsuzluqdur, bu qədərmi özbaşınalıqdır, bu qədərmi rüşvətxorluqdur. Biz dərdimizi kimə deyək, kimə müraciət eləyək? Mənzil Kommunal dairəsində xadimə işləyirəm. İşləməsəm dolana bilmərəm, zorla, yıxla-yıxla, sürünə-sürünə işləyirəm. Aldığım maaş heç dərmanlarımı ödəmir.
Mənzil Kommunal Dairəsindən aprel ayının 11-dən iyul ayının 16-sına kimi açılan xəstəlik sənədlərimi 20 gün yazdılar. Mənzil Kommunal Dairəsinin baş müsahibi Mürsəl müəllim deməyə dilim gəlmir. Mənə bildirdi ki, bu xəstəlik vərəqi artıq istifadə olunub dedi. Xəstəlik vərəqimin arxasına yazdılar. Ox, xəbərdarlıq, bu xəstəlik vərəqi artıq mövcuddur. Sözlərini yazıb özümə qaytardılar. Ay yarım mənə ödəniş olunmadı. Get hara, kimə istəyirsən müraciət et dedi. Bu məmurlar kimə arxalanır? Deyir də, Qarabağ qaysisi deyir prezident aparatında yüksək vəzifədə işləyən dostum var. Demək, mənim işimin dalında yuxarı vəzifədə işləyən adamdır. Ona görə də 3 dəfə Mehriban xanımın qəbulunda oldum, baxılmadı. Abi Osmanın qəbulunda oldum, baxılmadı. Baş prokurorun qəbulunda oldum, baxılmadı. 11-11-də prezident aparatında qəbulda oldum, baxılmadı. Daha indi hara gedim, kimə müraciət edeyim, dərdimizi kimə deyək? Mənim şikayətlərimə niyə baxılmır Mehriban xanım? Mən müraciət elədim, tək qadınam. Xəstəyəm, işləyə bilmirəm. Mənzil Kommunal Dairəsindən 80 manatımı bir dəfə kəsdilər. 11 manatımı kəsdilər, 6 manatımı kəsdilər. İşləyə bilmirəm, işə çıxa bilmirəm. Dəfələrlə yıxılıb işdə qalıram. Dəfələrlə skori gəlib. Mənzil Kommunal Dairəsindən bildirirlər ki, xəstəsən get otur evdə. Mən evdə oturmaqla, mənim baxanım yox, gəlir yerim yox. Dərmanlarımı nə ilə alaram, mən nə ilə dolanaram? Qalmışam zulümlü günlərə. Hara müraciət eləyək, kimə müraciət eləyək, dərdimizi kimə deyək? İlham Əliyev, tək və xəstə qadının haqqını yemək şərəfsizlikdir. Bax belə dostlar, baxın, İlham Əliyev, bu heç olmasa bu Azərbaycan xalqına, mən dediyim şəkildə, Azərbaycan xalqının heç olmasa bir 5%-ə normal insan kimi qiymət vermiş olsaydı, heç olmasa belə tək qadınları bu dərəcədə zəll edib küçələrə sullamazdı. Bu mənzil kommunal təsərrüfatlarında siz bilirsiniz də, mən düzün deyim dostlar, bu evlə bağlı bir-iki dəfə olmuşam o kommunal təsərrüfat birliyində, onun qeydiyyatla bağlı, inanın mənə, bu mənzil kommunal təsərrüfat birliyi nədir? Burada işləyən, vəzifədə işləyən adamlar o qədər şərəfsiz, o qədər alçaq, hər cür şərəfsizliyə gedən adamlardır və mən düşünürəm ki, İlham Əliyev elə bəs ona görə əslində bələdiyyələr yaranandan sonra bu mənzil kommunal təsərrüfat birlikləri ləğv olunmalıydı. Amma İlham Əliyev bunları saxlayır. Bax, həmən bu şeylərinə görə, bu ləyaqətsizliyinə, bu insanın axırıncı tikəsini əlindən alıb yediyinə görə İlham Əliyev bunları saxlayır. Bax, həmən bu JEK müdürləridir, həmən o JEK-də işləyən mühasiblərdir. İnanın, o ayrı-ayrı bölmələrə baxan qadınlar var, faşiyə qadınlar. Onlar bu insanlarla, bu xidmət eləyən, süpürgəçilər falanlar, belə insanlarla ən axırıncı adam kimi rəftar edirlər. Mən sadəcə olaraq anlamıram, anlamaq istəyirəm ki, bunu məsələn İlham Əliyev niyə bu şəkildə bu xalqı, bu milləti bu dərəcədə aşağılayır? Ona görə ki, dostlar, İlham Əliyevə tapşırıq verilir. Necə Heydər Əliyevə verilmişdi və bugün də İlham Əliyev onun davamını elətdirir. Bunlara tapşırıq verilir ki, Azərbaycandan, Azərbaycan əhalisindən nə qədər bacarırsan, məhv elə qır, məhv elə didərgin sal, ölkədən öz adamlarını yerləşdirmək üçün. İlham Əliyevə bu xüsusi tapşırıqdır, inanın mənə. Yoxsa tək qadındır bu, heç kimi yox. Təsəvvür edin. Damın altında yataqxanadakı vəziyyəti bilirsiniz. İndi Sovetlərdən qalma yataqxanalardır. O yataqxanalarda indiki vəziyyəti Allah heç kimə göstərməsin. Təmirsiz, filansız, ev adamın üstünə gəlir, təsəvvür edin. Bu onsuz da hər şeyini itirmiş bir adamın bir tərəfdən də
yeməyə çörəyi olmamağı bu faciədir sadəcə olaraq. Yəni mən dəfələrlə bunu demişəm. Yəni Ayvazoğlu TV açılandan bu günə kimi ki, prezident də sosial yardım yermi, sosial yardım oğurlayarmı? Yəni sən ola bilər ki, hansısa deyək ki, biznesmenin firması işi gəlirlərini, pullarını əlindən ala bilərsən filan. Amma axırıncı tikəni, yəni sosial yardıma ehtiyacı olan adamın sən sosialını onun əlindən almaq, bu ən axırıncı yox, axırıncısı olmaq deməkdir. Günün günorta çağı, bax Gəncəlilər, mən buradan Gəncəlilərə göz tuturam. Baxın, 5 ildir deyir mən, bu xanım bunu yazanda mənə 5 ildir, indi üstünə də ki, 7, harada 8-ci il gedir. 8-ci il gedir ki, bir qarnaz, bir qarıntox bu adam gecə gündüz yazır. Mən hər bir nəsə bir sujet paylaşanda, bir video paylaşanda altında görürəm həmən Cənnət xanım yazır ki, mənim də haqqımı oğurlayıblar, mən də, yəni hələ mən bununla bağlı bunun göndərdiyi videoları paylaşmaq az qala deyə hardasa 4-5 aydan 6 aydan bir videosunu paylaşmışam ki, buna yardım edeyim, bunun haqqını verin, başınıza dəysin sizin yardımınız. İndi bütün hər yerdə deyirlər ki, bəs Xanlar Vəliyevə vətənə xidmətə görə ordeni verilir. Bənə verilsin Xanlar Vəliyevə. Xalq düşməni adı verilməyəcək ki. Xanlar Vəliyev bugün hakimiyyətdə olan bu adamların çörəyini yiyir. O saymır ki, Azərbaycan xalqının, Azərbaycan dövlətinin sərvətindən gələn paydandır. O saymır. O birbaşa sayır ki, məhz İlham Əliyev və onun ailəsinindir. Oradan da buna hesab ayırır ki, mənə qulluq eləyəcəksən. Bu qədər bəsit, yəni bundan ikinci bir söhbət ola bilməz. Və yaxud da sahibə Qafarov. Siz bir onun sifətinə baxın, onun danışığına baxın, görün ümumiyyətlə sahibə Qafarovanın insanlıqdan xəbəri varmı? Hələ bu hardasa dərs deyib, müəllim idi, hansısa institutda. Təsəvvür edin. Gör, nə qədər alçaq, şərəfsiz olasan ki, dünya hamının Azərbaycanda bildiyi Primakova gətiribsən, yubileyi keçirəsən burada. Azərbaycan xalqını qıran, Azərbaycan xalqını məhv eləyən, evinin içində gəlib axırıncı tikəsini əlindən alan bir insanı. Heydər Əliyevin dediklərini, Heydər Əliyevin siyasətini davam etdirmək məhz budur dostlar. Yəni bu nöqteyi nəzərdən yəni sahibə Qafarova gözəl bilir. Gözəl bilir ki, belə olmasa 100 il yox, 1000 ildə qalsa sahibə Qafarova heç vaxt gəlib Azərbaycan Milli Məclisinin sədri ola bilməzdi. Sədr olmağına da kişi vəbşi. İndi bugün hələ onun birini qoyun, birinə gedin. Rəsul Quliyev, şərəfsiz. Bir də görürsən ki, səhifədə nəsə paylaşır, nəsə şey edir ki, bu belə olmaq yaxşıdır, belə eləmək yaxşıdır. Əgər uğraş, sən ölkəni bu şəkildə alıb Heydər Əliyevə verib, ondan sonra gedib hələ bir orada utanmaz danışırsan. Heç olmasa otur, Azərbaycandan uğurladığın puldan yiyginən aşağı özün üstündə nə istəyirsən, yalandan 2 gündən bir sən də çıxıb ləyaqətdən, şərəfdən, vicdandan, falandan danışırsan, uğraş, ölkəni bugünə salıb, Azərbaycan xalqını, Azərbaycan millətini bugünə qoyub, qaçıb gedirsən, ged rədd ol, nə qələt edirsən elədə, nə istəyirsən, indi 2 gündən bir çıxıb sosial şəbəkələrdə ağzına gələn danışırsan. Yəni, məsələ budur. Yəni, o nöqteyi nəzərdən deyirəm ki, və yaxud da deyək ki, hətta bu Milli Məclisdə yadınızdadır da, bu deputatların arasında eləsi var ki, Rus torpaqlarını qoruduğuna görə medal alıblar. Putin olaraq və yəni o demək istəyir ki, Azərbaycan torpağı, Rusiyanın torpağıdır və bugün Siyavuş Novruzov və yaxud da deyək ki, Aqil Abbas və o torpaqları ona görə qoruduqları üçün məhz onlara o medalı, o təltifi verirlər. Məsələ budur. Bax, yəni dostlar, yəni mən nəyi demək istəyirəm? Bax, İlham Əliyev indi
siz hamınız bilirsiniz. Azərbaycan ordusunun Tərtər məsələləri bugün ən aktual, yəni bütün kim nədən danışırsa Tərtərdən başlayır və Tərtərə gəlir axırda. Ki, yəni Tərtər bizim ən şərəfsiz, ən ləyaqətsiz yerimizdir. Yəni Azərbaycan kişisinin, Azərbaycan övladının, yəni ən axırıncı məqamda əksildilmiş formasıdır. Yəni o nöqteyi nəzərdən indi bəzən deyirlər ki, Azərbaycanda İlham Əliyev torpaqları almaqla Azərbaycanın namusunu, qeyrətini qaytardı geri. Yox dostlar. O şeylər boş şeylərdir. Ona görə ki, bizim hələ o qədər qaytarılası torpaqlarımız var ki, Azərbaycan kişisinin ləyaqəti, şərəfi o zaman qayıdacaq ki, həmən bu İlham Əliyevlər, həmən bu Xanlar Vəliyevlər, bu xaricdən gələn, yəni düşmən, qonşu dövlət hansısa səni ya işğal edə bilərsən, onu işğal edə bilərsən, bunlar gəldi gedər şeylərdir. Amma öz evinin içində sənin ləyaqətini alçalsınlar, səni təhqir eləsinlər, sənin şərəfini, vicdanını, yəni bu millətin məhv olması deməkdir dostlar. Əgər biz bugün onu həzm edə biliriksə, baxın, bu Allahın bizə verdiyi dostlar, bu şeylər, məsələn deyək ki, şansdır. Məsələn, bugün Xanlar Vəliyevə, İlham Əliyevin verdiyi o bir nömrə, birinci dərəcəli vətənə xidmətə görə medalı şansdır. Sana növbəti dəfə şans verdi. Allah şans verdi ki, bax, yəni bu şərəfsizlər bundan artığına layiq deyirlər. Gəl ölkənə, dövlətinə sahib çıx. Yoxsa bundan pisinə də layiq görəcək İlham Əliyev səni. Və yaxud da başqa məsələlərdə elə Tofiq Yaqublu götürək. Tofiq Yaqublu nə dedi? Dedi ki, aprelin 1-dən azlıq aksiyasına başlayacağım. Yəni, ya azadlıq, ya ölüm. Yəni, öldü var, döndü yoxdur bu yolda. Yəni, Allah Tofiq Yaqublu'nun əli ilə bizə növbəti şans verdi. Ayın 1-ni. Hələ gec deyil. Sənə görə gedib əziyyət çəkən, sənə görə gedib aclıq edən, sənə görə gedib heç nədən 9 il yatan bir adam sənə deyir, buyur gəl ölkənə, dövlətinə, hüllətinə, vətəninə sahib çıx. Bunlar hamısı şanslardır və biz bu şansları buraxırıq. Və bu gün də İlham Əliyev oturub özü üçün qəşəng Azərbaycanın sərvətindən, hələ ki neftdən, qazdan gələn pul, ondan əlavə götürüb güya ki silmək üçün də göstərmək üçün ki, o gözəl bir şey. İlham Əliyev onsuz da Azərbaycanın sərvətinin 50%-dən çoxunu sənədsiz, subutsuz yeyir. Birazını da sənədləşdirir ki, məsələn deyək ki, indi deyir 20 milyard, o günü bilmirəm kimdən eşitdim, deyir 20 milyard, yoxsa 25 nə qədər milyard güya Dağlıq Qarabağa bu günə kimi xərc çəkilir. Deməli dostlar, hələ bu deyir ki, güya ki 20 milyard deyirsə, deməli 10 milyardı yeyilib, 10 milyardı yox dostlar. 1%, yadınızda saxlayın. Dağlıq Qarabağda, ümumiyyətlə Aran və Dağlıq Qarabağ zonasında bugün baş verən hadisələrdə, yəni orada xərclənən pulların hamısı dostlar. Birbaşa İlham Əliyev özü şəxsən nəzarət edir və yadınızdadırsa, onlarla, yüzlərlə, minlərlə adamlar var ki, işləyib pullarını ala bilmirlər. Həmən şeylər bugün Bakıda deyək ki, 2005-2010-cu illərdə inşaat bulunda minlərlə adamlar hansı ki çalışırdılar, pullarını ala bilmirlər. Bugün həmən məsələ Dağlıq Qarabağda, Aran Qarabağında, ümumiyyətlə Qarabağda baş verir. Yəni məsələ budur. Yəni İlham Əliyev də çalışır ki, səni anlatsın ki, ay kişi, mən səni nədən pis edirəm, niyə gəlib ölkənə, dövlətinə sahib çıxmırsan, ay şərəfsiz. Bizə deyir İlham Əliyev hər gün. Televizorda, nə bilim, sosial şəbəkədə, nə bilim, o anda, bu anda hara açırsan, baxın, baxıram, İlham Əliyevin trolları, mən
söymürəm, heç kimi təhqir eləmirəm falan. İlham Əliyevin trolları baxırsan tökülüşdülər, başlayırlar ağızlarına gələn bildikləri ən şərəfsiz, ən ləyaqətsiz şeyləri yazmağa. Mən də onları heç silmirəm, inanın mənə. Girib çox asanlıqla baxıb onları oxuya bilərsiniz. Və bizə deyirlər ki, bəs bunlar söyüş söyürlər. Söyüş deyən adamları qınayırlar. İlham Əliyev bizi hər gün söyür, hər dəqiqə söyür, hər an təhqir eləyir. Bundan danışan yoxdur. Yəni o olar, o istədiyi kimi söyər də təhqir edə bilər, amma sənə olmaz. Əslində bir yana baxanda bu düzdür. Yəni əsl nəcabəti olan adam söyüş söyməz. Yəni bu aşağı bir məsələdir. Amma İlham Əliyev kimi şərəfsizə başqa yer qoymurlar dostlar. Yəni bunlar o qədər alçaqlıqlar eləyirlər ki, yəni bunun Azərbaycan dilində bu ədəbiyyatda işlənən şeylərdir, sözlərdir bunlar hamısı. Yəni bunlardan da yəni İlham Əliyevin elədikləri işləri, elədikləri alçaqlıqları ifadə eləmək mümkündür, inanın mənə. Yəni o nöqteyi nəzərdən deyirəm ki, yəni biz öz haqqımızı, öz hüquqlarımızı geri qaytarmalıyıq dostlar. Bunun üçün də təşkilatlanmalıyıq. Mən yenə deyirəm, mən hər dəfə deyirəm, indi də deyirəm bu sözləri. Çox sizin vaxtınızı almaq istəmirəm və yenə deyirəm, biz təşkilatlanmalıyıq. Ev, küçə, oba, kənd, rayon, şəhər təşkilatlanmalıyıq, yığışmalıyıq bir yerə. Yəni ləyaqəti, vicdanı olan adamlar yığışmalıdır bir yerə və bu məsələdən çıxış yolu axtarmaq. Çıxış yolu da çox sadədir dostlar. Yəni lazım deyil, əlinə hardasa avtomat götürəsən, hardasa çevriliş eləmək lazım deyil, gərək yoxdur. Hər insan, yəni hər ləyaqəti olan insan öz kəndində bu inqilabı aparsa yetər, inanın mənə. Yəni sən öz içində imkan verməsən ki, sənin istəmədiyin adamı gətirsin icra hakimiyyəti sənə başçı qoysun. Bu yetər. Yəni kənddə, rayonda, şəhərdə, ümumi Azərbaycanda. Biz İlham Əliyevi təhləməsək, başqa bunu hakimiyyətdən salmaq mümkün olmayacaq. Ona görə ki, bugün sizin yaxşı yadınızdadır ki, məsələn, bu yaxınlarda İmişlidə hadisə oldu. Və İlham Əliyev belə hadisələr olanda sevinir dostlar. Bilirsiniz niyə? Ona görə ki, ayrı-ayrı rayonlarda tək-tək belə hadisələr olanda İlham Əliyev onları elə bir günə salır, görk edir ki, onların bir də ki, ayağa durması bir 30-40 il, 50 il çəkir. Yəni o nöqteyi nəzərdən, görürsünüz bugün İmişlidə, Gəncədəki o Gəncə hadisələrindəki necə o bir balaca o tərəfə hərlənən videoda görünən adam var, çağırırlar, pulunu alırlar. Yəni pul verəni deyirlər, buraxırlar, pul verməyəndə cəzalandırırlar, çıxır gedir. Yəni o nöqteyi nəzərdən deyirəm. O nöqteyi nəzərdən deyirəm ki, biz təşkilatlanmalıyıq dostlar. Əgər biz təşkilatlanmasaq, hələ bu əzablar, bu əziyyətlər çox çəkəcək. İnanın mənə. Kamran Əliyev kimi şərəfsizlər olacaq, prokuror, baş prokuror, nə bilim, məhkəmə. Kamran Əliyev deyək ki, baş prokuror ona görə qoyulmuyor ki, güya ki bu prokurorluq orqanlarında hansısa ləyaqət işinə görə yox. Kamran Əliyev ona görə qoyulub ki, o İlham Əliyevin dediklərini sözsüz yerinə yetirir. Yəni bu qədər bəsit. Və yaxud da başqa sahənin adamı. Və yaxud da belə Aqil Abbasın özünü götürək. Təsəvvür edin. Görün biz nə qədər təsəvvür edin. Məsələ o yerdədir ki, bugün deyirik ki, belə, yəni bəzən indi hələ biraz bundan əvvəllər, yəni Qarabağlılar biraz Aqil Abbasa güvənir. Amma indi bugün Aqil Abbas İlham Əliyevdən çox heç istəmir ki, bu hakimiyyət dəyişsin. Bilirsiniz niyə? Ona görə ki, artıq bilir ki, o da cinayətkardır.
Aqil Abbas özü də bilir ki, artıq o da, onun oğlu polis oğlu da cinayətkardır, arvadı da cinayətkardır. Bu qədər bəsit. Və yaxud da başqa o 125 deputatdan hansını istəyirsən götür. Bax belə dostlar, yəni bugün mən istədim ki, biz Xanlar Vəliyevin birinci dərəcəli vətənə xidmətə görə ordeni münasibətilə onu təbrik eləyək. Deyək ki, Allah ona can sağlığı versin ki, biz onu boğazından asa bilək. Allah, birdən deyirəm, indi bu insan birdən nəsə xəstələr da gəl, ölər eləyər, ölməsin. Allah eləsin, ölməsin ki, biz onu o hakimiyyət dəyişikliyindən sonra Azərbaycan qanunlarıyla boğazından asaq. Sağ olun, sağlıqla qalın, Allah qoysa. Mən sizin bayramınızı təbrik eləmirəm. Mən keçən ildə, bu il demək olar ki, heç kimi təbrik eləməmişəm, edəməyəcəm də. Ona görə ki, belə bayram olmur. Ürəyin qan ağlaya. Qonşular görsün ki, sənin də evində bayram xonçası var deyə borc alıb hardansa xonça düzəltmək, bu bayram eləmək deyil. Gəlin özümüzü allatmayaq dostlar. Nə var, onu olduğu kimi deyək. Sağ olun, salamat qalın. Allah qoysa, sağlıq olsa görüşərik.